İnşallah yolumuz qəbristanlığımızı ziyaret etmek içindir. Allah köməyiniz olsun. Sağ olun. Allah bütün kendimizin cavanlarına, sakallarına değmesin. Amin. Gedək qəbristanlığımızı ziyaret edək. Nurlan kardeşimiz de sağ olsun bize yolumuzu çekilişi. Allah onu da takımdan sağ olsun. Sağ olun. Bu bizim bağlardı. Güzel bağlarımız var idi. Allah memnun düşmanlarımıza lanet etsin bağları. Uzun iller yandırıplar, kesipler, doğrayıplar, ziyanlı vermişler. Şimdi Allah kömür olsun. Allah bütün şehitlerimize rahmet eylesin. Askerlerimize kömür olsun. Gazilerimize kömür olsun. Devletimize kömür olsun. Torpaqları bize bir de meseleleri nasip edelim. Bura ne arazisi? Ne olub bura? Bura bizim köhnə dəyirman oldu. Köhnə kəndimizin dəyirmanı. Bu da köhnə yurdumuzdur o. Burada da yurt, evler olur. Bak, əsas kəndimizin, köhnə kəndimizin, Kərxul kəndimiz. Yarın ki, Rəhman atam tanışıb. Bak, bizim əsas köhnə yurdumuzun girişi buraydı. Bak, bu yalın beli düzenliyimiz. Evler olur. Düzdür, mənim yaşımdan çox qabaq olub. Yani mən burada bir dənə Qəmbər, rəhmət Qəmbərin evi deyirlər. Bir ev qalmışdı, onu görmüşəm, o burunda. Bak burunda. Bir de belə də iki dənə yeraltı kaha dəyəsə, nəmin o yeraltı ev olur. Onları görmüşəm, başqa ev görməmişəm. Mənim yaşım var. Burada biz çox heyvanla düşərmişik. Çox oynamışıq. Mənim uşaqlıqsa. Tranşelerim ortadan yol sattı. Bak indi ben sana bir söz vereceğim. Kasıp doldurup. Ben sana bir söz vereceğim. Bak de orada yolun altında turba var. Ben onu İsmail kilometre olsun. Siz buradan şılank çekende, bulak çekende. Orada turba atmışsınız değil yok. Bura o dere kadar çalıydı. Biz böyle yeni kabrastanılar çıkırdık. Bu bizim köyüne kendinin. Bak bu derelerde 6-7 tane göz var. Burada. Su gözü. Böyle kuyusu. Gelip orada bak o çolluğun yanında bulağımız vardı. Bulak çıkırdı. Bu ağaçlardan biraz kabağı. Armutlu bulak değiller. Orada armutlu bulak, oradan bulak. Sonra onu bizim kende çektiler yapardılar. İsti bulak dedi. Turbadan biraz getirilir isimli isti bulak dedi. Bak bu. Bak bu. Yok bu yok. Bu maşın deresi bu istidir. Bu gözlerim deresi. Bu yok bu. Bak bura maşın deresi diyor. Bunun qabağında evvel bura deməli bizim kənd o kadar inkişaf eləmiş kənd olubsun. O dövrdə köhnə yurt yaşayan dövrü. Barama ipək zavodu olub. Barama maşını gətirirlər. Barama ipək açmaq. Bax bu dərənin başında harasa orada bir sex olub. İndi Allah imkanı kəndçilərimiz canı sağ olsun. Kimlər gətirib onun dəqiq tarixçəsini mən bilmirəm. Ehtimal məndən yaxşı bilər. Yəqin ki imkanlı bəylərimiz olub. Ha, olub, düşmüşəm. Ve siz indi kimin məzarını ziyarətə gedirsiniz? Mən rəhmətli babamız, ana babamız buradadır, bir de bacımız. Adı nədir ana baba? Ana babamızın adı Cavad kişidir. Allah rəhmət eləsin. Hankişev Cavad. Bacımız da 3 yaşında təndirə düşüb yanıb. Allah rəhmət eləsin. Allah o dünyasını versin hamısını. Allah bütün ölenlərimizə rəhmət eləsin. Sen de babanın rəhmət eləsin buradadır. Hər gələndə onu da ziyarət edir. Rəhmət. Bu gün də qeyd edeyim, 8 Mart'ı Qadınlar Günüdür. 8 Mart Kadınlar Günü olduğuna göre hemen yapıyorum. 8 Mart Kadınlar Günü bütün ölen kadınlarımıza rahmet eylesin, bütün analarımıza, bacılarımıza, kalanlarına hamısına can sağlığı, güzel günler, güzel yaşayış, balalı, nebeli hamısı. Amin. Körpe kızlarımıza, anamıza, bacımıza, hamısına uzun ömür, can sağlığı. Allah'ın selamı olsun. İyi güzel, ruhlu yatan insanlarımız. Menfuz düşmanlarımız buranın da dağıdı. Çok aman günler geçtiler. Başboy bizim kent cemaati xəbərləmişdi. Yaxşı setdə çəkmiş. Harita 90-cı ildə. Mesela o vaxt olub. Yox, 88-dən çox zarab. Mən əsiyət olmuşam o səhət yanında görmüşüm. Burada darvazası vardı. Krupni qəbristanımızı setkalamışlar.
Hayvanlara girməsin. Hamısı sök olur. Bu köhnə o yurt harda oluyor? Buradan təxmini. Köhnə yurt bax bu düzənlik var ha. Hə. Bax bu düzənlik getdi deyə o yaşıllıq görüşür. Hə, O hə. ağaç var abətə. Hə, hə. Oralarda da evlər varmış. Bu başboy bax bu kənd ev olub bizim şey. Kəndimiz olub. Bundan da qabaq burada bir qışlaq deyilən dərə var. Cəmaət biraz da orada yaşayıb. Hə, papam deyirlər Hə, biraz da. qışlaqda yaşayıb oradan da bura köçürüblər. Yəni o kəssuq dövrü olub. Ora yaşıllıq deyib. Şəraitə görə. Oran görsə yaşıllıq deyir Ha, sonra. oralarda yağın için su işartısı var da. Ola bilər su. Burada yolların hansısa bizim qazırdan su çıxır. Ne kadar bizim sen de papam su aparmıştı kapısına. Hardansa qazmışdı yadında da. Mesela bizde bu dediğim o gözleri temizlediler. Kendi apardılar. Hemen o şırangla yine su akır ha. Burası o göl orada kesilip o gölden akır. Ha, Su gölden akır, o akır. göl oradan akır. Ama aslında kalanda o şırang yedirdi kendi. Hapen gelmiş de yedirdi. Allah size rahmet versin. Allah'ın selamı olsun. Bütün ölenlere. He. Bunun daşın uşaqlar gelip kaldı. Ha, bərpa ediblər. Pirinç İsrail'in uşaqları. Bu təriş nənədir. Bunun daşının üstünü sındırmışdılar. Ben o gün keçən də gələndə qaldırdım koydum. Bu üstünü böyür qızanlar kızlar düzəltdi belə. O şəkil olan rəhmətli Qədimoğlu. Vaxtlar gətirmişəm. Ya babamızı ziyarət edək. Babam sonra gidiyor. Bu Rima. Gaz dağının 13 yaşında. Hə, o başını qaçdı. Allah rəhmət eləsin. Bu mənim babamın qəbirliyi bura. Allah rəhmət eləsin. Bu da bacımın qəbri. Allah rəhmət eləsin. Sen o başlaşlarda 52 yaşım var. 8 Mart. Bu da bak Arif'in Gürçe nenesiydi o. Burada da 5 tane de var şey taktılar. Sen de 3 tane bala bir kızlar ölmüş. Oğlu ölmüş. Bu da bu şey yılın bu rahmetli Gerbe'nin. Bir yukarıda görmüştük. Bu da şey kanlar şimdi burada bunun etkilerler. Ha, bu təmiz açılmış şey bu. Ha açıldı. Bu da şerif şimdikide. Harbi şerif işlerle zor var. Garibanın içi budur ha. Ha yarın. Bunun üstü bu üstündə idi. Bunu aşıblar aşağı kimsə. Yok. Düzəltmək istəyiblər, yanaşıb. Ha, Belə deyildi bu. Olabilir. Ha beləydi. Ha, üstündeydi. Ha, okuya da bilmir. Diye Şey, qostu. Qostuydu. Belə üzü quyulu yıkılıydı. Adı qostuydu. Qostunun qəbridir. Hə. Ha şeyin. O qostu. Yox, qostodur. Yox, bu deyil, bu deyil. Musanın qəbridir. Elə Hə, bunların hə, şeyidir. hə. Hə, bu Musanın. Ha, yox, o ikisində yanında qaz var. Qostu. Bu deyil, bu deyil. Üzü quyulu. Ha. Qostu budur. Şey, rəhmətli Elşənin əmisi qostu vardı. Ağdamda öldü gəldi. Ha, bu da Bu da deməli babamın atası da Temir. Baxşalı. Baxşalı. Baxşalı Temir. Baxşalı babamdır elə Baxşalı bu. babamdır da. Bu sənin Baxşalı babamdır. O babamdır. Misir babam. Misir ha babamdır. Bu da iki qardaşı. Şey, Nüsrət. Əfqanın Ha. Əfqanın atası. Mən hamısını tanıyorum. Burada mən o qədər burada gəzmişik. Mənim böyük qardaşım gəldi bir həftə məndən qabaq. O qəbirləri tapar. Gəldi özüm babamla bacımın qəbri yox. Gələn həftə papam da götürdük gəldik. Dedim mən düz yer çıxacağım üstünə. Niyə ki mənim uşaqlığım burada keçib. Allah. Bax burada o qədər o uşaqlar da 40 deyir deyə 40 oynamışam. Hə. Paslarını babamın qəbrindən bacımın qəbrinin arasında gizləndim mən heç kim tapmadım. Mən amına verirdim 40 deyirdik. Qismət. Rəhmətli Qədimoğlu'nun daşı ardından avtomatlayıb sındırıblar. Daşda şey qalıb, nədə, pulyalar qalıb daşda. Oxtay gətirib təşkil. Buna baxsan, deşik-deşik elib sındırıblar. Bax pulya var. Birini də mən buradan keçəndə qopartdım. Buna baxsan.
Mermi. Döyüş. Aynen bəli. Belki burada döyüşte olur. Mermidir. Abi yok abi çoktan o mermidir. Bilmem de birinci Gözlem için Nurlan. Bak buradan deşik vurup. Şeyde bu daşın Elman yığdı, tapdı. Dediler bu qəbir kimindir belə. Dedim ha valla bu qəbir. Biz də çox axtardıq. Bizə dedilər, biz axtarıb tapa bilmədik. Yo Vaxt dedilər gələndə. mən dedim qədim alınma olacaq. Niyə ki qədim alın təzə düşmüşdü. Cəmaatdan biraz da qıraq idi da. Bir dənə bu bax kim çəkdi. Axırıncı olub hə. Bu dəs axırıncı rəhmətə gedən. Kaçta axırlarda rəhmətə gedənlərdən. Hə. Mən əsgərdə idim bu rəhmətə gedəndə əsgər. Deyir yağışlı bir gün idi özü, elə deyirlər. 9 azadda rəhmətə gedim. Elə oldu. Yazsın. yardıma gelir. Yadan yağışlı gündə yatır dəfn edirlər. Mən bunu tapanda dedim qədim alınlar. O zaman Elman dedi, yox. Sonra daşları belə yığdı, gördük qədim alı sözü durur. O tarafta kim böyük hündür duran Rəşid Cinləmsi bəydir. O bəyimiz var, az. Odur, o da biri Piriş dayıdır, Bakırın atası. Biri də bölümdə Əliş kişidir. Hüseyin Gülmaz. Hə. Buralar da setkada olub o dedi. Yoxsa bir hissəsi. Bax bu döş boyu belə setki almışlar. Cəmaat belə pul yığıb kənddən eləmişlər. O vaxtda. Dağlar da, hansı dağdır onlar? Görsəndirir. O ən hündürdə ziyarət dağı. Siriyin yuxarısındadır. Tağ kəndi var, onun Tuq kəndi var, onun yanındadır. Yəni Xocavəndin kəndləri var ətrafında. Ondan da Şahobul Tumas dağıdır, o tərəfki qarlı olan. Ondan da bəri gələn dağlardır da. O baxın hündür olan şeydir. Buradan ağ yol görürsünüz. Ağ yol hardasa. O hasadi. Görsən elə ağardı yarzın. Görsən ağ. Sapandan keçirəyə bilir. Görsən. İçində baba yol ol, ağ yol ol. O yüreğin ortası. Şişqaya, o şişqaya görsən şiş. Bax o yüreğin arasından keçən ağ yol. Bax şişqaya da oydu. Həmişə orada cüppa-cüp. Görür oradan. Hə, çəkirəm hə. Cüppa-cüp müharibə gedirdi. Biz girişirdik oradan baxırdık. Ziyarət dağı hansıdır ya? Yolu böyle. Samolyotlar vurup vardı. Allah şükür olsun. Yazıklar. Bu bey olur. Bu Aclıq dövründə Çarxuluda Bir də arxasında tüfəng var. Çarxuluda xeyli cəmaata kömək edib. Mən eşitdiyimə görə. Hə, ora nəsə yaşıllıqdır. Bax ora baxacaqsınız da su var da yarın. O köhnə yurdun o şey tərəfdir. O şey Tunel zad vardı, belə nədir? Məsəl üçün qışda orduydu da Sərhat, elə deyil. Ya o təpədiydi, o əyri dəmir var, qışqı qoşuldu. Hə, o deyil, laf şiş yoxdur, o laf şişin başındaydı. Hə. Ondan bayında da bir şiş vardı, o qışlağın arasındaki. Qışlaq ondan bərki bir bu şişin arasıdır. Və bu iki dərənin arasıdır qışlaq. Biraz yaxınlaşsaq görürük. Təpənin burun üstündə dəmir vardı da çıxıb oxudu. Bir dənə hə, belə qey şəkilli dəmir vardı. Belə idi. Hə, da Z şəkilli. Bu da bir şişin qəbirdir. Bunu da atma olmuyor, elə sadəcə gülləliyik. Bu Bəkirliyin də dəsə. Bunun da gülləliyiklər var, şəkilli də tutarlı. Neçə dənə gülləliyik? 4, 5, 6, 7, 8, 9, 10, 11. Lakiyetlə varlar, nəzik şəkildə. Bu da şeydir, üzəri. Hə, üzərlikdir. Topunun da var.